Kolposkopiya hakkında yanlış fikirler. 1. Kolposkopiya ağrılı prosedurdur. 2. Kolposkopiya ziyanlı prosedurdur. Ve 3. Kolposkopiya o kadar da önemli prosedur değil. Kolposkopiya ağrılı prosedur değil. O sadece ginekoloji baxış zamanı güzgü vasitəsilə müayinədən böyük bir fərqi yoxdur. Sadəcə orada 2 məhluldan istifadə olunur və o məhlullar bir balaca diskomfort verə bilər. Kolposkopiya ziyanlı prosedur deyil. Çünki kolposkopiya zamanı istifadə etdiyimiz məhlullar tamamilə indiferent məhlullardır və onlar qısa müayinə müddəti ərzində qadının uşaqlıq boyuna heç bir ziyan vermirlər. Üçüncü, kolposkopiya müayinəsinin o qədər də önəmli olmaması haqqında yanlış fikir əslində bu yaxınlara qədər həkimlər və alimlər arasında da vardı. Bugün get-gedə artıq bu nəticəyə gəliblər ki, hətta pap test müayinəsi zamanı heç bir problemli ocaqlar aşkar olunmasa da kolposkopiya müayinəsi zamanı biz patologiyaları aşkar edə bilirik.